Deməli, bugün səhər efiri bitəndən sonra Space televiziyasında Avada müəllimin müavini Nərman müəllim mənə çağırdı ki, Səidə xanım, biz yanvar ayının 1-dən verilişi saxlamaq məcburiyyətindəyik. Reklam hüquqlarını vermişik New Media'ya və New Media qərar verir ki, bu televiziyada hansı veriliş olacaq, hansı veriliş olmayacaq. Və New Media deyib ki, səhər efiri ciddi bir proqram olduğuna görə biz ora sponsor gətirə bilmirik. Məsələn, orada qarıq reklam eləyə bilmirik, mayonez reklam eləyə bilmirik. Səhər efiri bağlanmalıdır və biz onun yerində bir qədər gec mətbəx proqramı eləməliyik. Və Nərman müəllimə dedim ki, Nərman müəllim, bilirsiniz ki, yalan danışırsınız. Dedilər, vallahi heç bir şey yoxdur. Heç bir zəng gəlməyib bu verilişin bağlanması ilə bağlı. Avada müəllimin yanına getdim. Sadəcə səbəbi bilmək üçün getdim. Çünki mənə görə bu düzgün məlumat deyil idi mənə verilən. Avada müəllim dedi ki, bəli Səidə xanım, biz sadəcə yaradan tərəfik. Müqavilə imzalamışıq New Media ilə. Yanvar ayının 1-dən düşünülmüşdü ki, proqram olmasın. Sadəcə mən özümə hörmət edən aparıcı olduğuma görə mən sabahdan efirə çıxmayacağam. Yəni ayın sabah 26-sıdır. Dekabr ayının 26-sından efirə çıxmayacağam. Bugün bir daha şahidi oldum ki, Azərbaycan televiziyasında ciddi simalara artıq ehtiyac yoxdur. Əgər siz sözünüzdə və mövqeyinizdə dayana bilməyəcəksinizsə, məni dəvət eləməyin televiziyanıza. Çox ciddi qərar vermişdim mən əslində illər bundan öncə ki, mən heç bir televiziyada sima olmayacağam. Fərqinə vardım ki, televiziyanı bardağa çevirmək istəyənlər yenə də bizə qalib gəldilər. Amma bir onu bilirəm ki, Allahın qaldırdığını heç vaxt heç kim yıxa bilməz.